Salam əziz uşaqlar və valideynlər, hər birinizi xoş gördük. Bundan öncəki videomda dərsliyimizdə olan 4-cü sinif 2-ci hissə dərsliyində ümumiləşdirici tapşırıqlar bölməsini işləmişdik. İndi isə biz iş dəftərimizi işləyəcəyik sizlə birlikdə. Gəlin başlayaq. Birinci, verilmiş ədədləri formasına görə digər formalarda yazırıq. Gördüyünüz kimi 3 formada yazmalıyıq. Burada bizə adi kəsrlə verib 11,1. Biz onu sözlərlə yazmalıyıq. Gəlin yazaq. 11 tam, əvvəlcə sözlə yazırıq. 11,1. Sonra adi kəsrlə yazdığımız zaman isə 11,1, yəni 11,1. Sonra isə bizə sözlərlə verib 0,18. Tamı olmadığına görə sadəcə olaraq belə %18 yazacaq. Onluq kəsrlə göstərdiyimiz zaman isə 0,18 kimi qeyd edəcəyik. Digərində isə bizə 0,3 verib, onluq kəsrlə verib. Adi kəsrlə yazdığımız zaman tam hissəsi olmadığına görə %3 bu hissə. Sözlərlə yazdığımız zaman isə olacaq 0,3. Bu da sözlərlə yazılışım %3. Sonra isə biz baxırıq ikinci tapşırığımıza. Burada bizə deyir ki, ədədləri artan sıra ilə düzün. Artan sıra ilə dediyinə görə biz burada ən kiçik olan onluq kəsri götürəcəyik. Hər birinin tamı var. Burada isə biri 0 tam. Ona görə də elə birinci onu götürürük. 0 tam %11. Nöqtə vergül qoyuram ki, arasındakı fərqi bilək. Daha sonra burada 1 tam var. Təbii ki, 1 tamı birinci götürməliyəm. 1 tam %1'dir bu da. Sonra isə burada 10 tam var. Ondan sonra isə 2 dənə 11 tam var. Amma biz neyəcəyik? Birinci 11 tamı götürəcəyik ki, çünki digərinin kəsr hissəsi də var. 11 tam %1 də nə olacaq? Ən sonuncu onluq kəsr olacaq. Mən bu sonuncunu silirəm ki, digər sıraya girmiş oluram. Amma siz yəni ki, bunu qeyd edirsiniz özünüz üçün. Ən sonda 11 tam %1 olur. İndi isə azalan sıra ilə deyir. Azalan sıra dediyinə görə biz burada ən böyük onluq kəsri götürməliyik. Gördüyünüz kimi ən böyük onluq kəsrimiz 2 dənə 33, 3 dənə 33 tam var. Amma %99 33 tam %99 bizim ən böyük onluq kəsrimizdir. Daha sonra yenə 33 tamımız var. 33 tam %19 var. Xeyr, 33 tam %19'u götürür. Çünki 19 elə 90. 33 tam 19'u birinci götürəcəyik. Sonra 33 tam 19'u götürəcəyik. Mən bəzən belə uşağa deyirəm ki, uşaqlar siz 0 artırın sonuna. 0 artırdığınız zaman heç vaxt çaşmayacaqsınız. Çünki bu da 2 rəqəmli, o da 2 rəqəmli olanda rahat müqayisə edə biləcəksiniz. Sonra hansı qaldı? 33 tam %19'u yazdıq. Sonra 33 tamlar bitdi. Keçdik 3 tam %33. Və ən sonra təbii ki 0 tam %99'u qeyd edəcəyik. Və biz keçirik 3-cü tapşırığımıza. 3-cü tapşırıqda bizə deyir ki, verilmiş ədədlər arasından şərtə uyğun olanları seç və yaz. Baxırıq şərtdə birinci A variantında. Bizə deyir ki, onda birlərinin sayı 6'ya bərabər olsun. Baxırıq burada onda birlərinin sayı olan bir budur. Bir də ki 50 tam asıl. Demək biz bura bu ikisini yazmalıyıq. 3 tam %62 ilə 50 tam onda 6'nı qeyd edirik. Onda birləri çünki 6 göstərir. İkincisi bizə deyir ki, kəsr hissəsi 0 tam %4'ə bərabər olan ədədlərlə burada birinci görürük. Baxın %4 burada var. Bir də burada görürsünüz 3 tam %4 var. Gəlin yazaq. 4 tam %4 virgül 3 tam %4 yazırıq. Sonra isə %1'lerin sayı onda birlərin sayından 3 dəfə kiçik olsun. Yəni bu hissə geri qayıtmış deyək də. Bu hissə %1'lerin sayı kiçik olsun. Deməli onda birlər asıl o. Deməli %1'lər 3 dəfə kiçik olsun deyəndə baxırıq görək hansında var. Elə bax bu baxın 2'yi 6'dan 3 dəfə kiçikdir. Birinci ilə bunu yazırıq. 3 tam %62. Sonra burada elə bir variant görmürük. Burada baxın 9'dan 3'ə eyni ilə 3 dəfə kiçik olan var. Ona görə onu da yazırıq. 28 tam %93. Sonra D variantına baxırıq. 5'də 2 və 6'da 3 onluq kəsrləri arasında yerləşən ədədlər yazacaq. Baxırıq ki, burada bir bu uyğun gəlir. Yəni 6 tam %12 yerləşir onların arasında. Sonra isə 5 tam %26 var.
burada. O da ikisinin arasında yerləşir. Keçirik dördüncü tapşırığımıza. Bunun vergülü biraz çox uzun oldu. Bunu qoysaq yaxşı olar. Aha. Sıralamanı pozan ədədin üstündən xətt çəkməyimizi istəyir. Gəlin baxaq. A variantında bizə artan sıra verir. 2 tamdan 3 tama artıb. 3 tamdan 2 tam onda 1, üzr istəyirəm %1, %5, %65 yox. 2-dən 3 tama gəlibsə, artıq 2 tam %1-ə qayıda bilməz. Bu hissənin hamısı artı-artı getdiyinə görə, deməli 2-dən sonra bu gəlməlidir. Burada sıranı pozan ilə 3 tamdır. Azalan sıraya baxırıq. Burada 4 tam onda 5-dən 4 tam %36-ya düz, %14 düz. Sonra burada 4 tam %41 yox. Burada elə 3 olmağı düzdür. 4 tam %41 isə burada sıranı pozur. Çünki ardınca yenə 2 tam %65 gəlir. Sıramızı pozan 4 tam %41'dir. Sonra isə keçirik 5-ci tapşırığımıza. Müqayisənin doğru olması üçün boşqanlara uyğun bir neçə onluq kəsir yaz. 2 tamla 2 tam onda 7 arasında nə ola bilər? Məsələn, 2 tam onda 5 ola bilər. 2 tam onda 6 ola bilər. Burada məsələn yaza bilər 2 tam onda 4. Sonra 5 tam onda 6 ilə 6 arasında ola bilər 5 tam onda 7 və yaxud da 5 tam onda 8. Elə burada ayrısını yazaq 5 tam onda 9 da qeyd edə bilərik. 4 tam onda 1 ilə 4 tam onda 7'ye baxırıq. Burada çaşdırmayın. Biri adi kəsirlə verir, biri onluq kəsirlə. İstəyirsiniz bunu belə çevirək. 4 tam onda 1 eləyək. Rahatlıqla baxa bilərik. Burada ola bilər 4 tam onda 2, 3, 4, 5, 6 hamısı ola bilər. 4 tam onda 2 və yaxud da 4 tam onda 3 də buraya yaza bilərik. Burada yazaq gəlin 4 tam onda 5. Ayrı-ayrı olsun. Sonra 3 tam onda 2 ilə 3 tam onda 3 arasında nə ola bilər? Ola bilər 3 tam %21'dən tutmuş %29'a kadar gedib çıxa bilər. 3 tam %22, məsələn 23. Burada yazaq məsələn 3 tam %28 yazaq da ən böyüklərini. Keçək 6-cı tapşırığımıza. Bizə deyir ki, hesabla və müqayisə ilə biz burada 5 tam onda 1 ilə 2 tam %73'ü toplamalıyıq. Gəlin toplayaq. Cavab olacaq neçə? Burada 3 olduğu kimi qaldı. Bu 8 oldu. Bu isə 7 tam %83 oldu. Digərini toplayırıq. Burada heç toplamağa da ehtiyac yoxdur. Gəlin şifah yazaq. 7 tam %23'ün üzərinə 0 tam onda 6 gəldiyimiz zaman burada yalnız baxın bu 6 bu 2'nin üstünə gələcək. Olacaq neçə? 7 tam %83. Deməli bunlar nə oldu? Hər ikisi bir-birinə bərabər. Keçirik növbəti 0 tam onda 1 ilə 0 tam %72'ni toplasam bu sadəcə olaraq 0 tam %73 olacaq. Buradan xətt çəkim. 0 tam %73 bir tərəfimdir. Digər tərəfim isə 1 tamdan 10-8'i çıxıram. 1 tamdan 8'i çıxmaq, yəni ki, 10-dan 10-8'i çıxıram, yerdə qalır 10-2. Yəni 0 tam 10-2 də 20'ye bərabərdir. Belə deyək, 2 rəqəmli kimi ki, siz çaşmayasınız 0 tam %20. Təbii ki, 0 tam %73 20'dən böyük olacaq. Digərinə baxıram, 4 tam 2 ilə 1 tam 5'i toplayır. Olur neçə? 5 tam 7. Yəni yazaq bura. 5 tam onda 7 oldu mu? Sonra isə bizdə 3'ü çıx deyirsə, biz 3'ü bu tam hissədən çıxacaq. Burada olacaq neçə? 2 tam onda 7. Digər tərəfə baxırıq. 2 tam onda 1'dən 1 tam onda 1'i çıxanda yerdə qalır neçə? Burada 1 tam qalır. Sonra 3 tam %85'dən də 1 tamı çıxanda yerdə 2 tam %85 qalır bu hissədə. Bu hissə 2 tam onda 7. Yəni daha doğrusu 2 tam %70 də deyə çaşmayasınız 2 rəqəmli. Digər tərəf 2 tam %78. Təbii ki 85 ondan böyükdür. İndi isə biz keçirik sizlə səhifə 24'də. Gəlin baxaq. 24'də bizdə nə deyir? Qanun uyğunluğu müəyyən elə və növbəti ədədi də sən 2 ədədi özün yaz. Və onların cəmini tap. Biz burada əvvəlcə baxırıq ardıcıllığa. 2 tam onda 6'dan 2 tam onda 8'e gəlib sonra 3 tam olub. Deməli burada nə baş verib? 0 tam onda 2 qədər artıb. Burada nə olacaq? 3 tamın üzərinə 0 tam onda 2 gəlsək olacaq 3 tam onda 2. Bəlkə mən bu qələmi bir balacalaşdırırım. Yəqin ki sizin üçün rahat olar da görmək. Sərbəst olur belə böyük olanda. Yaxşı, buraya yazırıq 3 tam onda 2. Bu isə olur 3 tam onda 4. Və biz burada 3 tam onda 2 ilə 3 tam onda 4'ü toplasaq cavab alacaq 3 tam onda 6. Digərinə baxırıq. 5 tamdan 4 tam onda 8, 4 tam onda 6. Burada 0 tam onda 2 qədər azalıb. Bu 4 tam onda 6'ını da azaltsaq 0 tam onda 2 qədər olacaq 4 tam onda 4. Bu isə olacaq 4 tam onda 2.
Və mənə bunları toplamağımı dediyi zaman 4,4 ilə 4,2-ni toplayacağım, alacağım 8,6. Sonra digərinə keçirik. Burada biz nə görürük? Görürük ki, %54-dən %51-ə, %48. Deməli 3 vahid azalma var və biz də burada 48-i azaltsaq olacaq 0,45 və o 45-də azaltması olsaq 0,42 olacaq. Sonra biz onları toplayacağıq. 0,45 ilə 0,42-ni toplayacağım. Toplama işarəsi də qoya bura. Topladığımız zaman alacaq 0,87. Sonra o birisinə keçirik sonuncu varianta. 2,10-da %14, 2,24. Deməli 10 vahid, 0,10 vahid artım var. Ona görə də 2,34 olacaq. 2,34 olacaq, 2,44. Və sonra olacaq 2,54. Və mən burada 2,44 ilə 2,54'ü toplamış olsam mənim cavabım 4 olmadı ki. Mənim cavabım olacaq neçə? 4,98. Belə. 8-ci tapşırığımıza baxırıq. Hesabla deyir bizə sadəcə olaraq. Alt-alta hesablamağa ehtiyac görmürəm. Bəzilərini çalışaram toplayım. 4,7'nin üzərinə 0,2 gəldiyimiz zaman tam olmadığına görə 4 tam olduğu kimi qalır. 7-dən 2'ni toplayıram. 4,9 olur. İndi buna baxıram. 10'da 3 ilə 10'da 1 topladığım zaman 10'da 4 alırım. Çünki məxrəcləri bərabərdir. Əgər mənə onluq kəsirlə hesaba desəydi, bu olacaqdı 0,4. Bu belə olacaqdı. Amma biz kəsirlə yazdıq cavabı. 3,8'dən 2,1 çıxanda tamları çıxıram, yerdə 1 qalır. Əslində tamlar 1 çıxmaq düzgün deyil. Sadəcə mən misala baxanda görürəm ki, 8'dən 1 asanlıqla çıxmaq olur. Ona görə də birbaşa birinci tamlardan başlayıram. Oldu cavab 1,7. Digərini 9'da 5, 9'da 3 topladığımız zaman alırıq 9'da 8 və 9'da 8'dən 9'da 1 çıxanda yerdə qalır 9'da 7. Davam edirik. Burada 1,4'ün üzərinə 0,3'ü gələndə burada 1 tam olduğu kimi qalır. 1,7 olur. Sonra 4,125'in üzərinə 1,3 gəlir. Sondan hesablayaq ki, birdən artım olar. 3 ilə 5'i toplayıram 8. 0'dan 2 ilə 0. Virgülümü qoydum, ayırdım. Virgül biraz çox aralı qoydum. Virgül burada. Sonra 4 ilə 1'i topladığım zaman alıram. Üzr istəyirəm. 0 ilə 2'ni toplayanda 2 eləyir. Burada 0 eləmir. 2. 4 ilə 1 topladığımız zaman oldu 5. Neçə oldu? 5,28. Biraz qarışıq göründü bu 2'nin başı. 5,28. Sonra 4,5'dən 1,2'ni çıxırıq. Alırıq cavab 3,3. 7,6'nın üzərinə gəlin biri alt-alta yazaq bunu. Bu üst toplanandadır. 7,6'dır daha doğrusu. Üzərinə gəlirəm 1,5'i və onun da üzərinə gəlirəm 0,3'ü. 6 olduğu kimi düşür aşağı. Sonra 5 ilə 3'ü toplayıram, alıram burada 8. 7 ilə də 1, 8. Burada virgülümü də ayırıram. Cavab olur 8,86. İndi burada bizim məsələmiz var. Gəlin keçək məsələmizə. 9-cu məsələdə bizə nə deyir? Şahbula qala divarlarının hündürlüyü 7 metrdir. Bu, yəni bu 7 metr. Qalanın dairəvi bölgənin hündürlüyünün 1,2'də 1 metr alçaqdır. Əgər alçaq deyirsə, deməli digəri ondan çox olacaq. 1,2'də 1 metr hündür olacaq. Şahbulaq qalasının ətrafındakı dairəvi bölgələrin hər birinin hündürlüyü neçə metrdir? Gəlin biz əvvəlcə bu 7 metrimiz ki var. Bunu görək ki, qalan dairəvi bölgələrin hündürlüyündən bu qədər alçaqdırsa, deməli bu qədər hündür olanda mənim tam olacaq 8. O da olacaq 2'də 1, 8'dən 2'də 1 olacaq. İndi biz bunu tapandan sonra bizə hər birinin hündürlüyü neçə metrdir soruşur. Hər birinin hündürlüyü dediyinə görə biz həmin bu 2'də 1'i çevirməliyik də təbii ki. Çevirdiyimiz zaman niyə çevirir? Çünki sonunda dedik ki, cavabı onluq kəsirlə yaz. 2'də 1 əvvəlcə neçəyə vursaq onluq kəsirə çevirilər. Təbii ki, 2'ni 5'ə vursaq 10 eləyər. Ona görə bir də mən 5'ə vurmalıyam. Burada alıram 5. Onda 5 də nəyə bərabərdir? Baxın, 0,5. Və mən sonra niyə edirəm? 8 tam da gəlir bura. Cavab olur neçə? 8,5. Tam olduğu kimi qalır. Kəsir hissəni çevirdim. Onluq kəsirə. İndi keçirəm 10-cu məsələmə. 10-cu məsələdə mənə deyir ki, parça mağazasının ümumi uzunluğu
62,5 metr olan ipək, yun və pambıq parça aldılar. Pambıq parçanın uzunluğu bu qədər, yun parçanınki isə bu qədər azdır. Deməli, uzunluqlarını artan sırayla düzməyimizi istəyir. Bizə burada ikisi məlumdur. Nə məlumdur bizə? Bizə məlum olur ki, ümumi uzunluq 62,5-dir və yalnız pambıq parçanın uzunluğunu bilirik ki, 21,5-dir. Pambıq parçanı bilirik biz. İndi bizə deyir ki, yun parçanınki bundan 10 metr azdır. Bundan 10 metr dediyi zaman 21,5-dən çıxacaq 10. Burada 5 olduğu kimi qalır, virgül qoyuram. 1-dən 0 çıxanda 1, 2-dən də 1 çıxanda 1. Bu nə idi uşaqlar? Bu pambıq idi. Bura qeyd edək ki, sonra rahat cədvəlimizə yazarıq. Və biz yun bundan 10 metr azdır deyəndə çıxdıq. Burada yun da tapdıq, düzdürmü? Nə qaldı uşaqlar? Qaldı burada bir dənə ipək parça. İpək parçanı tapmağın yolu da ki, pambıq və yun parçaların cəmini tapıb sonra ümumi uzunluğundan çıxmalıyıq. Deməli, pambığın uzunluğu, pambıq parçanın uzunluğu 21,5 idi. Yazıram bura 21,5. Yun parçanı da tapdıq ki 11,5-dir. Gəlin yazaq bura. 11,5 və bunları mən cəmləyirəm. 5 ilə 5 oldu 10, 0 yazdıq bir yadda. 2, 3. 2-nin üzərinə 1, 3. Yəni oldu 33 tam. 33 tam da bu ikisinin cəmidir. Və mən 62,5-dən, yəni ümumi uzunluqdan bunların ikisinin cəmini çıxacağım. Alacağım bunu heç, burada 5 düşəcək aşağı. 12-dən 3 çıxacağım 9. 5-dən də 3 çıxacağım 2, 29,5 alacağım. Və bizə nə deyirdi? Bizə deyirdi ki, artan sıra ilə düz. Artan sıra ilə düz dediği zaman biz ən kiçiyindən başlamalıyıq. Burada ən kiçik parçamız bizim elə yun parçaydı. Yazıram bura yun. Və yunun uzunluğu nə qədər idi? 11,5 metr idi. Yundan biraz uzun olan pambıq idi. Yazıram bura pambıq. Və pambıq parçanın uzunluğunu da onsuz da verilmişdi əvvəlcədən 21,5. Biz ipək parçanı tapdıq və gördük ki, elə ən uzun olan ipək parçadan, ona görə də artan sırada ən sonda ipək parça dayanır. Olur 29,5 metr uzunluq. Bax, belə uşaqlar, bu səhifəmizin izahı bitdi. Növbəti videolarımızda görüşənədək ümid edirəm sizin üçün yararlı oldu.